Azərbaycanın multikulturalizm təcrübəsinin təşviq edilməsi məqsədini daşıyan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bugündən fəaliyyətə başlayıb. Millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla mərkəzin planlarını açıqlayıb. Əgər dünya ictimaiyyəti Cənab Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan multikulturalizmdən xəbərdar olub o təcrübəni öyrənsəydilər, bəlkə də Avropa ölkələrinin bir çoxunun başına son zamanlar şahidi olduğumuz bəlalar gəlməzdi. Millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri akademik Kamal Abdulla bu fikirdədir. Onun sözlərinə görə xarici ölkələrdən gələn qonaqlar ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir-birinə olan münasibətini gördükdə təəccüb edirlər. Onlar tez-tez sual verirlər ki, necə olur ki Azərbaycanda müsəlman lideri ilə Yahudi lideri, Xristiyan lideri, Katoliklər, Pravoslavlar, Udinlər bu dərəcədə bir-biri ilə mehriban münasibətdə yaşayırlar. Bu sualın cavabı odur ki, ölkə prezidenti bütün bu dini konfessiyalara, bu milli nümayəndələrə eyni gözlə, bərabər siyasi bir münasibətlə yanaşdığından onlar bir-birinə münasibətini də bu siyasi bərabər hüquqluluğun əsasında qura bilirlər. Dövlət müşaviri əlavə edib ki, bugün fəaliyyətə başlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycanın multikulturalizm təcrübəsinin təşviq edilməsi ilə bağlı çox geniş planları var. Bu mərkəz xarici ölkə universitetlərində, müxtəlif qurumlarda Azərbaycan multikultural təcrübəsini öyrənmək, təhlil etmək və təşviq etmək məqsədi ilə bir sıra qarşısına məqsədlər qoyub.